Ekranı hər kəs görür. Yoldaşlar, ekranı görürük. Aha, mənim səsimi eşidirsiniz, hörmətli həmkarlar. Bəli, bəli. Ekranda görürsünüz, düzdür? Tamam, o zaman Bəli. başlayaq. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan məktəbə qədər təhsil haqqında, ümumi təhsil haqqında, peşə təhsili haqqında, qanunlardan, təhsil sahəsinə aid olan normativ hüquqi aktlardan, bir də ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu nə deməkdir? Yəni, Azərbaycan Respublikasının belə deyək də təhsil qanunvericiliyi, yəni təhsillə bağlı qanunvericilik ilk öncə təhsil qanunu hazırlanıb Konstitusiyanın 42-ci maddəsinə uyğun olaraq ki, biz bilirik ki, təhsil hüququ ilə bağlıdır bu Konstitusiyanın 42-ci maddəsi. Bu haqda biz birinci dərsdə danışmışıq və ümumiyyətlə təhsillə bağlı qanunvericilik dedikdə burada Konstitusiya nəzərdə tutulur. Mikrofonu bağlayın zəhmət olmasa. Təhsil haqqında qanun nəzərdə tutulur. Məktəbə qədər təhsil haqqında qanun nəzərdə tutulur. Ümumi təhsil haqqında qanun nəzərdə tutulur. Peşə təhsili haqqında qanun nəzərdə tutulur. Amma görürsünüz, orta ixtisas təhsil haqqında qanun, ali təhsil haqqında qanun qeyd olunmayıb. Niyə? Çünki belə bir qanun ümumiyyətlə yoxdur. Orta ixtisas, bir də ki, ali təhsil haqqında. Ali təhsil haqqında qanunun təsdiq olunması məsələsi artıq Nazirlər Kabinetində bu məsələyə baxılır və gözlənilir ki, təsdiq olunacaq, amma hələ ki yoxdur. Bir də ki, normativ hüquqi aktlar dedikdə təhsilə aid olan hər hansısa bir qanunlar nəzərdə tutulur. Ta ki, hansı ki 15 may 2024-cü il tarixində Təhsil Nazirliyinin kollegiyasının 07 nömrəli qərarı ilə təsdiq olunmuş etik davranış qaydalar var təhsil verənlərin. Bu etik davranış qaydaları da normativ hüquqi aktlar hesab olunur. İstər şagird davranış qaydaları, bunlar da belə deyək də normativ hüquqi aktlar hesab olunur. Bir də ki, hər hansısa bir müddət tərəfindən, istər belə deyək də Təhsil Nazirliyi tərəfindən, regional idarə tərəfindən göndərilən hər hansısa bir əmrdir, təlimatdır. Onlar hamısı təhsillə bağlı, hamısı normativ hüquqi aktlar hesab olunur. Yəni, Cənab Prezidentin sərəncamları da təhsillə bağlı, istər fərman olsun, bunlar da normativ hüquqi aktlar hesab olunur. Bir də beynəlxalq müqavilələr nələrdir? Beynəlxalq müqavilələr odur ki, bu müqavilələrə əsasən bizim vətəndaşlar xaricdə təhsil ala bilirlər, xarici vətəndaşlar Azərbaycanda təhsil ala bilirlər. Sonra təhsillə bağlı müəyyən bir əməkdaşlıq layihələri həyata keçirilə bilir. Müəssisələr təsis oluna bilir xaricdə, istər xarici vətəndaşlar Azərbaycanda müəssisə təsis edə bilirlər. Bunlar hamısı bu beynəlxalq müqavilələrə əsasən həyata keçirilir. Ümumiyyətlə, təhsil qanunvericiliyinin əsas məqsədi nədən ibarətdir? Baxın, belə bir sual testdə düşür. Harda ki, mən belə qaliçkanı qeyd edirəm, bilin ki, bu sual sizin üçün vacibdir. Belə bir sual testdə düşür. Ümumiyyətlə, təhsil qanunvericiliyinin məqsədi nədir? Yəni, niyə bu təhsillə bağlı bir qanun var? Yəni, bu qanun olmasa, təbii ki, biz bilirik ki, belə deyək də, təhsil işçilərin hüquq vəzifələrin müəyyən edilməsində çətinlik yaranardı, təhsillə bağlı qaydalar olmazdı. Ona görə də məqsəd ondan ibarətdir ki, ilk öncə konstitusiya hüququnun təmin edilməsi, yəni Konstitusiyanın 42-ci maddəsinə əsasən təhsil hüququnun təmin olunması elə təhsil qanunvericiliyinin əsas birinci məqsədindən biridir. Sonra deməli, hüququn təmin edilməsi, qorunması, icra strukturların, təhsil alanların, təhsil verənlərin, fiziki, hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi. Yəni, dedik ki, həm konstitusiya hüququ təmin olunur, həm təhsil alandır, təhsil verəndir, fiziki, hüquqi şəxslərdir. Hər kəs öz doğru düzgün vəzifəsini bilir, hüquqlarını bilir. Bu şəxslərin arasında düzgün münasibət tənzimlənir. Təhsil qanunvericiliyinin baxın məqsədi bundan ibarətdir. Və təbii ki, deməli, təhsil sisteminin sərbəst fəaliyyəti inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Yəni, təhsil
təhsillə bağlı bütün hüquqi təminat elə bu təhsil qanunvericiliyin məqsədinə daxildir. Ümumiyyətlə, baxın, bu sual da testdə düşən sualdır. Çox diqqətlə bunu izləyin, dinləyin ki, ümumiyyətlə bu qanun, yəni təhsil haqqında qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri, bir də ki, konsulluqları yanında olan təhsil müəssisələrinə şamil edilmir. Belə bir sual düşür testdə ki, təhsil qanunu hansı təhsil müəssisələrinə şamil edilmir. Biz bilirik ki, konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Ona görə də dini təhsil müəssisələri bu qanuna, deyək ki, bu qanunu rəhbər tutmurlar da, əsas götürmürlər. Onlara çünki aid deyil. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri, konsulluqları yanında müəssisələrə də aid deyil. Çünki onların özlərinin xarici dövlətlərin qanunlarına əsasən təhsil müəssisənin, deyək ki, hüquq vəzifələrin, fəaliyyətin tənzimlənməsi həyata keçirilir. Aha, bunlar yəqin ki, yadda qaldı. Gəlin keçək təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə. Ümumiyyətlə, bu prinsiplər testdə düşür. Bu vacib olan bir məsələdir. Baxın, burada bizim 10 prinsipimiz var. Bu prinsiplər testdə düşür. Humanistlik. Baxın, humanistliklə millilik və dünyavilik bir-birinə çox oxşardır. Amma bunların fərqləri nədən ibarətdir? Fərqlərini qeyd edəcəm. Siz də bunları belə yadda saxlayın. Çünki bəzən testdə baxırsan ki, müəllimlər, yoldaşlar bunları bir-birinə qarışdırırlar. Ona görə də fərqləndirəcəyik indi. Humanistlik, baxın, hər ikisində milli bəşəri dəyərlər var. Görürsünüz? Amma fərq nədən ibarətdir? Humanistlik odur ki, milli bəşəri dəyərlər şəxsiyyətin azad inkişafının, insan hüquqları, azadlıqlarının, sağlamlığın, təhlükəsizliyin, ətraf mühitə, insanlara qayğı və hörmət, tolerantlıq, dözümlülük deyir ki, prioritet kimi qəbul olması. Baxın, bizim burada açar sözümüz prioritet sözüdür. Yəni, humanistlik nədir? Bizim bəşəri milli dəyərlərimiz var. İnsan hüquqlar, azadlıq, sağlamlıq, təhlükəsizlik, qayğı, hörmət, tolerantlıq, dözümlülük deyir prioritet olan məsələlər. Prioritet nə deməkdir? Prioritet, yəni öncül, birinci, ən vacib olan məsələlərdir. Ən vacib məsələ dedik ki, bizim dəyərlərimizdir, sağlamlığımızdır, təhlükəsizliyimizdir, qayğı, hörmət, tolerantlıq. Bu birinci, öncül məsələdir, prioritet məsələdir. Bu prioriteti açar söz kimi əsas götürürsünüz və yadda saxlayırsınız. Amma millilik, dünyavilikdə baxın nə deyir? Deyir ki, milli və ümumbəşəri dəyərlərin qorunması, onların dialektik vəhdətlərin təmin edilməsi əsasında dünyavi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi. Yəni, biz belə deyək də bilirik ki, yəni bizim təhsilimizdə hər zaman biz belə deyək də təhsil müəssisələrində biz yeniliklərə açığıq və yeniliklər hər zaman bizdə tətbiq olunur ki, biz dünya təhsil sisteminə inteqrasiya olunuruq. Yəni, bizim milli bəşəri dəyərlərimiz qorunur, saxlanılır. Yəni, bizim dəyərlərimizi biz unuda bilmərik. Bu vəhdət qorunmalıdır, təmin olunmalıdır və təbii ki, biz bu formada dünya təhsil sisteminə deyək ki, inteqrasiya olunuruq. Yəni, xaricdə necədirsə, çalışırıq ki, onu bizdə də tətbiq edək. Amma bizim dəyərlərimiz də təbii ki, unudulmamalıdır. Baxın, bu oldu millilik və dünyavilik. Yəqin ki, fərqləndirə bildiniz və bunları bir-birindən qarışdırmasınız. Aha, gəldik demokratikliyə. İkinci prinsip bizdə demokratiklikdir. Demokratiklik də adından bəllidir ki, təhsil alanlar azad düşüncə ruhunda tərbiyə olunmalıdır. Təhsil dövlət ictimai əsasında təşkil olunmalıdır. İdarə edilməsində səlahiyyət, azadlıqların genişləndirilməsi, bir də ki, təhsil müəssisələrinin muxtariyyətinin artırılması məsələsi var. Demokratiklik dedikdə, yəni hər kəs, yəni həm təhsil işçiləri olsun, istər hər bir şəxsin, yəni bu demokratiklik hüququ var, biz bunu bilirik. Yəni azad düşüncə ruhunda bizim təhsil alanlarımız tərbiyə olunmalıdır və təhsil dövlət ictimai əsaslarla təşkil olunmalıdır. Yəni baxın, biz adi məktəbdən götürək. Məktəbin idarə olunması təhsil prosesi iştirakçıları tərəfindən təhsil müəssisəsi idarə olunur, düzdür? Misal üçün, pedaqoji şura təşkil olunur. Bu, pedaqoji şurada sədrliyi məktəbin direktoru edir. Amma burada qərarlar adi səs vermə yolu ilə, səs çoxluğu ilə qərarlar qəbul olunur. Burada pedaqoji şurada bizdə təhsil alanda iştirak edə bilər, valideyn də iştirak edə bilər. İstər hər hansısa bir hüquqi fiziki şəxs, yəni təhsil idarəetmə orqanından
hər hansısa bir nümayəndə iştirak edə bilər. Yəni belə deyək də, burada yerli özünü idarə orqanlar yaradılır, hansı ki, şagird parlamenti, himayəçilər şurası, ondan sonra metodik şura və s. Yəni dedik ki, təhsil müəssisəsinin idarə olunmasında səlahiyyət verilir, dövlət ictimai xarakter daşıyır və birgə deyək ki, məktəb idarə olunur və təbii ki, təhsil məsələlərinin əsas burada demokratiklikdə açar söz kimi bax bu muxtariyyət sözünü yadda saxlayın. Çünki artıq ümumi təhsil müəssisələri də publik hüquqi şəxs olacaq və bu publik hüquqi şəxs haqqında biz dəfələrlə danışmışıq sizinlə. Bu haqda məlumatınız yəqin ki var. Kiməsə aydın olmasa əl qaldıra bilər, sonra bunun izahını edəcəm. Yəni publik hüquqi şəxs olduğu zaman ümumi təhsil müəssisələri artıq onlara muxtariyyət veriləcək ki, bankda hesabı olacaq. Məktəbin, yəni dövlət büdcəsindən məktəbə vəsait zaten ayrılacaq. Bir büdcə ili var, biz bilirik. Bu bir büdcə ili də yanvarın 1-dən dekabrın 31-nə qədər bir vaxtı əhatə edir. Bir büdcə ili üzrə Nazirlər Kabineti tərəfindən hər bir təhsil müəssisəsinə maliyyə vəsaiti ayrılacaq, amma yenə də publik hüquqi şəxs olduğu zaman ümumi təhsil müəssisəsinin özünün bankda hesabı olacaq, əlavə gəlirlər əldə edə biləcək. Yəni məktəbdə deyək ki, ödənişli əsaslarla əlavə məşğələlər təşkil oluna biləcək. Məktəbin tutaq ki, ola bilər ki, idman zalı var, böyük bir dərsdən sonraki vaxt üçün tutaq ki, bu idman zalı icarəyə verilə bilər. Hansı ki, deyək ki, günlük 30 manata, 40 manata misal kimi mən bunu qeyd edirəm. Yaxud da ki, tutaq ki, bir rəsm müəllimi ola bilər, onun gözəl əl işləri ola bilər ki, bu əl işlərinin satışı həyata keçirilə bilər. Ya da məktəbdə ödənişli dərnəklər, məşğələlər keçirilə bilər. Bu dərnəklərdə hazırlanan əl işlərinin satışı həyata keçirilə bilər. Məktəbin bağ sahəsi ola bilər ki, bağ sahəsindən əlavə gəlir əldə edə bilər. Bunlar hamısı muxtariyyətlə bağlı olan məsələlərdir ki, deyə bilərsiniz ki, bəs müəllimə, bu qədər vəsait əldə olundu, maliyyə vəsaiti, bu pul vəsaiti də, yəni burada maliyyə vəsaitindən söhbət gedir. Bu vəsait hara xərclənəcək? Təbii ki, təhsil işçilərin sosial müdafiəsinə, burada çalışan texniki heyətinin sosial müdafiəsinə, şagirdlərin sosial müdafiəsinə, məktəbin təhsilin inkişafı üçün yönləndirilir və təbii ki, hesabatlılıq təmin olunacaq. Biraz geniş danışdım. Yəqin ki, burada məlumatı olmayan şəxslər də var. Ona görə biraz geniş izah etdim. Bərabərlik. Adından da bəllidir ki, yəni bərabərlik dedikdə bütün vətəndaşlar bərabər şərtlər əsasında təhsil almasına imkanların yaradılması və təhsil hüququnun təmin edilməsi. Yəni hər bir şəxs istər belə deyək, sağlam olsun, istər sağlamlıq imkanları məhdud olsun, istər az təminatlı olsun, istər istedadlı olsun. Hər kəs, hər bir şəxs bərabər şərtlər əsasında dövlətimiz şərait yaradır ki, onlar təhsil ala bilsinlər və hər kəsin də təhsil hüququ təmin olunur. Bu bərabərlik prinsipidir. Millilik, dünyavilik haqqında mən danışdım. Artıq bir də keyfiyyətlik. Keyfiyyətlik ümumiyyətlə keyfiyyət geniş bir anlayışdır. Ümumiyyətlə keyfiyyətliliklə bağlı bizim növbəti dərslərdə bizim belə deyək də geniş izahlarımız olacaq. Amma gəlin burada qısaca bir prinsip olaraq sizə izah edim. Deyir ki, təhsilin mövcud standartlarına normalarına. Ümumiyyətlə belə deyək də, ümumiyyətlə hər bir belə deyək də, istər məktəbə qədəri götürək, ümumi təhsili, peşə təhsili götürək, orta ixtisas olsun, ali təhsil olsun. Yəni hər bir təhsilin özünün bir standartı var da. Ümumi təhsilin özünün standartı var. Standart nədir ümumiyyətlə? Dövlət tərəfindən ümumi təhsilə qoyulan tələb. Adi misal üçün müəllim dərs keçir 1-45 dəqiqə. Bu 45 dəqiqənin də özünün də standartı var da ki, bax, təlimin məqsədi var, nəticəsi var. Bir dərsin məqsədi var, nəticəsi var və bu 1-45 dəqiqədə müəllim bu nəticəyə gəlib çatmalıdır, düzdür? Bu bir standart verilmişdir. Yəni keyfiyyətlik də odur ki, deyir ki, təhsil mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin, dövlətin marağına uyğundursa. Yəni, biz keyfiyyətdən nə zaman danışa bilərik? Əgər təhsilimiz standarta, normaya, tələblərə, bax, mənim, sizin, cəmiyyətin, dövlətin marağına uyğundursa, bunlar hamısı üst-üstə düşürsə, təbii ki, biz keyfiyyətdən danışa bilərik. Bu bizim keyfiyyətlik prinsipimizdir. Bir də səmərəlilik. Səmərəlilik nə deməkdir? Səmərəlilik, yəni, belə deyək də,
mən bunu həmişə dərslə müqayisə edirəm. Tutaq ki, mən getdim bir müəllimin dərs müşahidəsini apardım və mən qənaətə gəlirəm ki, deyirəm ki, bax, müəllim 45 dəqiqədən səmərəli istifadə etdi. Yəni, bir 45 dəqiqə ərzində, belə deyək də, dərs dinləmənin kriteriyalarını yəqin ki, bilir burada olan müəllimlər. Bu kriteriyalara uyğun olaraq, tutaq ki, daha doğrusu müəllim-şagird münasibəti, şagird-şagird münasibəti istər burada, deyək ki, təlim strategiyaları müəyyən olması, diferensial yanaşma, konstruktiv rəyin verilməsi və s. Bunlar hamısı bir 45 dəqiqədə, deyək ki, bir nəticəyə gəldikdə, belə deyək də, artıq bir dərsin məqsədi var, dedik ki, dərsin nəticəsi var. Bax, bu müəllim 45 dəqiqədə bu proqramı 45 dəqiqə ərzində bugünkü, belə deyək də, bugünkü planlaşdırmasına uyğun olaraq bu gəlib məqsədinə çatdı. Yəni, nəticə var deməkdir. Bax, səmərəliliyi mən həmişə bu 45 dəqiqə ilə, belə deyirəm də, çalışıram ki, müəllimlərə izah edim. Deyir ki, səmərəlilik də odur ki, təhsilin elmi yaradıcılığın daim inkişaf edən faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili. Yəni, səmərəlilik nə zaman olur təhsildə? Əgər təhsil, belə deyək də, faydalıdırsa və sonda onun nəticəsi varsa və müasir metodlarla təşkil olunursa, biz səmərəlilikdən danışa bilərik. Nəticə varsa səmərəlilik var, belə deyək. Aydın oldu mu, yoldaşlar? Bir də 7-ci prinsipimiz fasiləsizlik, vəhdətlik, daimilik. Baxın, fasiləsizlik nədir, vəhdətlik nədir, daimilik nədir? Mövcud təhsil standartları, tədris proqramları, planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik, qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi. Yəni, fasiləsiz nə deməkdir? Fasiləsizlik. Yəni, mövcud olan biz bilirik ki, təhsilin standartları var da, düzdür? Ümumi təhsilin standartı var, peşənin var, məktəbə qədərin var. Yəni, hər bir pillə üzrə standart var da. Təbii ki, bu standartlar proqram əsasında, planlar əsasında, deyək ki, təhsildə müəyyən olunur. Tutaq ki, biz dərs bölgünü plana əsasən, tədris plana əsasən həyata keçiririk. Müəllim də dərsi bu proqrama əsasən keçir, düzdür? Yəni, bu formada təhsil bir neçə səviyyədə əldə olması imkanı yaradılır təhsilin. Buna fasiləsizlik deyirik. Yəni, fasiləsiz olaraq mən bir neçə səviyyədə təhsil ala bilirəm. Tutaq ki, məktəbi bitirdim, sonra mən orta ixtisasda kollecdə təhsil ala bilirəm, sonra yenə bakalavrda təhsil ala bilirəm, universitetə qəbul oluna bilirəm. Sonra istəsəm yenidən bir də bakalavr təhsilini ala bilirəm. Yəni, bir neçə səviyyədə mən təhsil əldə edə bilirəm. Buna fasiləsizlik deyirlər. Bir də deyir, təhsilin ayrı-ayrı pillələri arasında qarşılıqlı dialektik əlaqə var. Yəni, baxın, ibtidaidə tutaq ki, şagird oxumağı öyrənir, hesablamağı öyrənir, yazmağı öyrənir, bölməni öyrənir, deyək ki, vurmanı öyrənir. Amma ümumi orta təhsil səviyyəsində, yəni 5-9-cu siniflərdə artıq düsturlar, tənliklər, tam orta təhsil səviyyəsində artıq loqaritmalar keçirilir, artıq funksiya, qrafik keçirilir. Baxın, riyaziyyatdır da, sadəcə belə deyək də, asandan çətinliyə doğru gedir, düzdür? Yəni, bunların arasında dialektik əlaqə var. Buna vəhdətlik deyirik. Bir də daimilik. Daimilik nə deməkdir? Daimilik odur ki, yəni insanın bütün həyatı boyunca yəni o təhsil ala bilir, düzdür? Mən tutaq ki, bayaq bir misal kimi qeyd etdim ki, mən bir ömür 60 yaşa qədər, 70 yaşa qədər, nə qədər ki, mən təhsil ala bilirəm ki, buna fiziki baxımdan həm belə deyək də, mənəvi baxımdan mən bunu çatdıra bilirəm, mən təhsil ala bilirəm. Ömür boyu mən təhsilimi davam etdirə bilirəm. Buna da daimilik deyirik. Bir də gəldik 8-ci prinsipə, varislik. Varislik nə deməkdir? Təhsil sayəsində əldə olunmuş bilik, təcrübələrin ardıcıl olaraq növbəti nəslə dövrə ötürülməsi. Yəni, varislik nə deməkdir? Gəlin bunu biraz sadə bir dillə izah edim. Tutaq ki, mən məktəbdə deyək ki, mən ruski sektorda oxuduğum üçün bu istiqamət üzrə izah edəcəm. Tutaq ki, məktəbdə Puşkini keçdim, Lomonosovu keçdim, Tvardovskini keçdim və yaxud da ki,
hər hansısa bir deyək ki, məktəbdə keçdiklərimlə bağlı mən öz övladıma, deyək ki, öz biliklərimi ötürürəm. Misal üçün teorema Pifagoranı öyrənmişəm, bunu izah edirəm. Teorema Viyetanı öyrənmişəm, ta ki geometriyadan yadımda qalanı deyirəm. Bunları mən öz övladıma danışıram. Övladım özünün biliklərini, təcrübələrini öz övladına ötürür. Baxın, bu formada varislik təmin olunur. Yəni, təhsil sayəsində əldə olunmuş bilik, təcrübə növbəti nəslə, növbəti dövrə ötürülür. Buna biz varislik deyirik. Liberallaşma nədir? Deyir ki, liberallaşma odur ki, təhsil sahəsinin, təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi. Yəni, liberallaşma odur ki, biz bilirik ki, təhsildə gizli heç nə yoxdur. Yəni, hər hansısa bir qərar qəbul olunur. Bütün məsələlər biz, belə deyək də, məsələləri pedaqoji şurada müzakirə edirik ki, səs verməyə qoyulur. Adi səs çoxluğu ilə qərarlar qəbul olunur. Adi, baxın, insan tənbəyi verilən zaman biz bunu gizli şəkildə edirikmi? Təbii ki, etmirik. Mən tutaq ki, hər hansı bir işçiyə insan tənbəyi vermək istəyirəmsə, ondan izahat alıram. İzahat verməkdən imtina edirsə, aktlaşdırıram. Sonra insan tənbəyi verilən zaman yenə də həmin əmrin mətni ona təqdim olunur. Oxuyur, baxır ki, onunla bağlı nə yazılıb orada. Tanış oldum, imzalayır həmin əmri. Ondan sonra ona insan tənbəyi verilir. Yəni, təhsildə gizlilik yoxdur. Hər bir şey açıq, aşkar formada həyata keçirilir. Bir də inteqrasiya. Sonuncu prinsipimiz milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması, qovuşması əsasında inkişafı. Yəni, belə deyək də, biz əvvəlki, belə deyək də, 2007-ci ildə kurikuluma ki, biz keçid etdik, biz ona səmərəli formada qoşulduq, düzdür? Getdik, biz müəyyən bir kurslarda iştirak etdik, ixtisas artırma, orada bir ay ərzində, 2 ay ərzində bu kurikulumun, yəni təhsil proqramının nə olmasını öyrəndik. Ondan sonra gəldik, artıq onu məktəbdə tətbiq etməyə başladıq. Yəni, deyir ki, milli təhsil sistemi dünya təhsil sisteminə səmərəli formada, yəni sonda bir nəticə olmalıdır. Tutaq ki, mən hər hansısa bir yeniliyi öyrənirəm, amma onu gəlib tətbiq edə bilmirəm. Burada səmərəlilik olmur. Sonda bir nəticə varsa, təbii ki, burada artıq biz səmərəlilikdən danışa bilirik. Bu da inteqrasiyadır da, yəni adı üstündə. Aydın olmayan nəsə oldusa deyin yoldaşlar. Varmı sualınız? Qaranlıq qalan nəsə varsa mən buradayım, deyin. Məni eşidirsiniz yoldaşlar? Buradasınız ümumiyyətlə. Bəli, müəllimə. Təhsilin prinsiplərinə də oxşuyur da. Bəli, oxşuyur. Aha. Gəldik təhsilin əsas məqsədinə. Təhsilin əsas məqsədi nədən ibarətdir? Ümumiyyətlə, bu sual da testdə düşür. Harada ki, mən qaliçka ilə qeyd edirəm, siz də onu o formada qeyd edin, çünki testdə düşən sualdır bu. Təhsilin əsas məqsədi nədən ibarətdir? Baxın, 3 məqsəd var. Yəni, biz bunu məktəbdə bir müəllim olaraq da eyni qaydada tətbiq edirik. Yəni, ilk məqsədimiz nədən ibarətdir? Ki, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən, vətəndaş və şəxsiyyət yetişdirmək. Deməli, birinci məqsədimiz, biz məktəbdə nə həkim yetişdirmirik, nə müəllim yetişdirmirik, akademiklər yoxdur bizdə. Biz ilk öncə vətəndaş və şəxsiyyət yetişdirməliyik, yoldaşlar. Baxın, bizim birinci açar sözümüz burada vətəndaş və şəxsiyyət yetişdirmək. Baxın, təhsilin də birinci məqsədi budur. İkinci məqsəd. Milli və ümbəşəri dəyərlərə hörmət edən, qoruyan, inkişaf etdirən, geniş dünya görüşünə malik olan, təşəbbüsləri, yenilikləri qiymətləndirməyi bacaran, həm nəzəri, həm də ki, praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü, rəqabət qabiliyyətli, mütəxəssis kadr hazırlamaq. Birinci dedik ki, insan yetişdiririk, şəxsiyyət yetişdiririk, vətəndaş yetişdiririk ki, bizim milli mənəvi dəyərlərimizə hörmət etsin, bizim
Azərbaycançılıq ideyalarımıza sadiq olsun. Birinci biz vətəndaş şəxsiyyət yetişdiririk. İkinci məsələ nədir burada? Baxın, açar söz kimi yadda saxlayın bunu. İkinci mütəxəssis kadr hazırlayırıq. Yəni həm nəzəri biliklər, həm praktiki biliklər öyrədilir məktəbdə. Geniş dünya görüşünə malik olmalıdır. Yenilikləri qiymətləndirməyə bacarmalıdır. Müasir təfəkkürlü olmalıdır. Yəni ikinci məsələ nə oldu bizdə? Mütəxəssis kadr hazırlamaq. Üçüncü, sistemləşdirilmiş bilik, bacarıq, vərdişlərin mənimsənilməsini, ixtisasın daim artırılmasını təmin etmək, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. Deməli, artıq vətəndaş şəxsiyyət yetişdirdik. İkinci dedik ki, mütəxəssis kadr hazırladıq və üçüncü məqsədimiz də ondan ibarətdir ki, həmin təhsil alanları artıq biz müstəqil həyata, ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlayırıq. Baxın, 9-dan çıxırlar, gedirlər artıq, 9-u bitirirlər, attestat aldılar. Biz bilirik ki, 9 illik, yəni ümumi orta təhsil icbaridir, məcburidir. 9-dan sonra məcburi deyil. 9-da artıq əmək fəaliyyətinə hazırlıq keçirilir. Artıq 9-cu sinifdən sonra 15 yaşdan artıq həmin şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Təbii ki, 15-18 yaşı aralığında valideynin razılığı, yazılı razılığı tələb olunur. Onu biz əmək məcəlləsində keçəcəyik, onları biz əmək məcəlləsində danışacağıq. Yəni, üçüncü bizim məqsədimiz də oldu ki, həyata, bir də ki, ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlayırıq. Mənə sualınız varmı, yoldaşlar? Sağ Gəldik təhsil hüququna, dövlət təminatına. Təhsil hüququna dövlət təminatı dedikdə nə nəzərdə tutulur burada? Yəni, baxın, təhsillə bağlı dövlət bizə təminat verir, belə deyək. Dedik ki, Konstitusiyanın 42-ci maddəsinə əsasən hər kəsin, hər bir şəxsin, vətəndaşın təhsil hüququ təmin olunmalıdır. Və buna dövlətimiz təminat verir. Necə bir təminatlar var? Gəlin baxaq. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir. Təhsilin hər hansısa pilləsindən, səviyyəsindən, formasından məhrum edilməsinə yol verilmir. Yəni, dövlətimiz tərəfindən hər bir vətəndaşın, şəxsin təhsil alması üçün bir şərait yaradılır. Gözəl bir məktəb qurulur, bağçalar tikilir, istifadəyə verilir, gözəl bir maddi texniki baza, infrastruktura malik olan şərait yaradılır və kimsə də hər hansısa bir təhsilin pilləsindən, səviyyəsindən, formasından məhrum edilə bilməz. Bəzən deyirlər direktorlar ki, bax 9-cu sinifdə nəticən aşağıdır, 10-cu sinifə mən səni qəbul etməyəcəm məktəbə. Belə bir hüququ yoxdur direktorun. Yəni, hər hansısa bir şəxs, hər hansısa bir təhsilin pilləsindən, səviyyəsindən məhrum edilə bilməz. Hər kəsin hüququdur ki, istədiyi qədər təhsilini davam etdirsin. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, istər sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı seçkiliyə yol verilməməsinə təminat verir. Yəni, baxın, dövlətimiz buna təminat verir ki, istər deyək ki, bizdə Azərbaycanda bir çox azsaylı xalq nümayəndələri var. Yəni, bizdə, belə deyək də, respublikamız tolerant bir dövlətdir. Multikulturalizmin bariz nümunəsi olan bir dövlətdir. Hətta bizim rayonda, Zaqatalada bir çox azsaylı xalq nümayəndələri var. Misal üçün, burada heç vaxtı, belə deyək də, irqçilik kimi fərqləndirmələr heç vaxt olmur. Yəni, bu dövlətin təminatıdır verdiyi. Cinsindən oğlandır, qızdır, dilindən, dinindən fərqi yoxdur. İstər sağlamlıq imkanları məhdud olsun. Hər bir vətəndaşa dövlətimiz şərait yaradır ki, təhsil alsın və burada ayrı seçkiliyə yol verilmir. Və deyir ki, dövlət mülkiyyət formasından asılı olmayaraq, nə deməkdir bu mülkiyyət forması? Baxın, mülkiyyət forması dedikdə özəl, bələdiyyə, dövlət təhsil müəssisələri Azərbaycan Respublikasında fəaliyyət göstərir. Yəni, bələdiyyə müəssisələri hələ ki yoxdur, sadəcə qanunda var deyə fəaliyyət göstərir deyirəm.
özəl, dövlət, bələdiyyə, yəni mülkiyyət forması dedikdə, mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada, seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsil alanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında, təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanların yaradılmasını təmin edir. Bəzən deyirlər ki, təsərrüfat müdürü qadın ola bilməz, yaxud gözətçi qadın ola bilməz. Elə bir şey ümumiyyətlə yoxdur, yoldaşlar. Bizdə Azərbaycanda, bizim respublikamızda kişi, qadın bərabər imkanlar yaradılır və buna dövlətimiz, görürsünüz, elə 5.3 maddədə də qeyd olunub ki, işə qəbulda təhsil müəssisələrinə kişi, qadın burada fərq qoyulmur. Hətta baxın, bu gender bərabərliyi ilə bağlı artıq belə bir fakültələr var ki, artıq ali təhsil müəssisələrində, ixtisas təhsil müəssisələrində gender bərabərliyi deməli, dərsi tədris olunur. Yəni, istər vəzifəyə təyin olunmada, istər işlə təmin olunmasında, istər deyək ki, təqaüdlə təmin olunmasında, biliyin qiymətləndirməsində burada hər kəs üçün bərabər imkanlar yaradılır və dövlətimiz buna təminat verir. Deyir ki, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil alma hüququnu təmin edir. İcbari nə deməkdir? Məcburi. Yəni, hər bir valideynin vəzifəsidir ki, övladını bu 9 illik ümumi orta təhsillə təmin etsin. Valideyn öz övladını 9 illik təhsildən yayındıra bilməz. Heç bir halda. Ona görə valideyn məsuliyyət daşıyır. Hətta İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsi var. Bu maddədə qeyd olunur ki, əgər hər hansısa bir şəxs, deyək ki, təhsildən övladını yayındırırsa, valideyndir, deyək ki, təhsildən övladını yayındırırsa, burada fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 5000 manat cərimə olunurlar. Yəni, bu cərimələr, belə deyək də, əslində bu cərimələr tətbiq olunmur, amma var qanunda bu. Tətbiq olunsa düşünürəm ki, biz davamiyyətlə bağlı yüksək nəticə əldə edə bilərik. Təəssüf ki, biz bunları tətbiq etmirik, amma var bu qanunda. Dedik ki, hər bir vətəndaşın icbari hesab olunan ümumi orta təhsil alma hüququnu təmin edir və dövlət təhsil müəssisələrində hər bir təhsil alan pulsuz ümumi təhsil alma hüququna malikdir. Pulsuz ümumi təhsil nədir? Yəni, 11 illik təhsil pulsuzdur dövlət təhsil müəssisəsində. Dövlət təhsil müəssisəsində 11 illik təhsil pulsuzdur. Bir də bayaq sizinlə sual cavabında biz dedik ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları var ki, onlar ödənişli olur. Ola bilər ki, dövlət ümumi təhsil müəssisəsidir, tam orta təhsil səviyyədə, yəni 10-11-ci sinifdə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları həyata keçirilsin. O zaman onlar ödənişli olur. Amma belə ümumi təhsil, yadda saxlayın, bu sual testdə düşür. Ümumi təhsil pulsuzdur, ümumi orta icbaridir, məcburidir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsil alanların yalnız bir dəfə pulsuz təhsil alma hüququnu təmin edir. Yəni, hər kəsin hüququdur ki, istər kollecə qəbul olunsun, istər, belə deyək də, ali təhsil müəssisəsinə qəbul olunsun, ali təhsil müəssisəsinin bakalavr olsun, magistratura olsun, doktorantura olsun, istər rezidentura, istər adjunktura, fərqi yoxdur. Hər kəsin hüququdur ki, bir dəfə pulsuz təhsil alsın. Baxın, belə deyək də, bakalavr təhsilini tutaq ki, mən imtahanda iştirak etdim, balım çatmadı və mən bakalavra ödənişli əsaslarla qəbul olundum, misal kimi deyim. Mən ödənişli təhsil aldım, bir dəfə mənə bu şans verildi və mən bu şansdan istifadə edə bilmədim. Çünki müvafiq balı toplamadım, mən ödənişli əsaslarla təhsil aldım. Artıq mən bu şansı itirdim. Bakalavrda tutaq ki, ödənişli təhsil aldım, bir də magistraturada təhsil almaq istəyirəm. Magistraturada əgər mən müvafiq balı toplayıramsa, ödənişsiz təhsil ala bilirəm. Sonra doktoranturada eyni qaydada ödənişsiz təhsil ala bilirəm. Yəni, hər kəsin hüququdur ki, bir dəfə pulsuz ödənişsiz təhsil alsın. Və dövlət əmək bazarının tələblərinə uyğun olaraq
təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifariş verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır. Belə deyək də yoldaşlar, baxın günü bugünün tələbi nəyədirsə, deyək ki, hansı ixtisaslaradır, hansı fakültələrədir. Deyək ki, belə deyək də bugünün tələbləri, misal üçün bu dəqiqə defektoloq müəllim, loqoped müəllim. Bu müəllimlərə çox ehtiyac var da, düzdür? Və inklüziv təhsil artıq təşkil olunur Azərbaycanda. Bu belə deyək də İnklüziv təhsilin təşkil olunması üçün də təbii ki, ixtisaslı kadrlara ehtiyac var. Bax, artıq Nazirlər Kabineti sifarişlər verir ki, bu fakültələr artıq təsis olunur. Yəni, bu o deməkdir ki, əmək bazarının tələbləri bugün belə deyək də mənim, sizin, cəmiyyətin marağı nəzərə alınır və yeni ixtisasların açılması üçün dövlət sifarişlər verir. Baxın, burada elə qeyd olunub. Deyir ki, dövlət sifarişlər verir kadr hazırlığı üçün. Sonra həmin kadrların işlə təmin olmasını təmin edir. Baxın, bu dəqiqə hal-hazırda çox populyar olan, belə deyək də, tələb olunan ixtisaslardan biri hansıdır? Hibrid avtomobillərin təmiri. Baxın, bu dəqiqə bu Prius ya da ki, hansı avtomobili deyək ki, burada bizim kişi müəllimlərimiz də var. Ford maşının, по-моему, hibridi olur, yoxsa olmur yoldaşlar? Fordun hibridi var idi, yoxsa Ford Fusion'un? Yoxsa səhv yadımda qalıb. Yoldaşlar, buradasınız. Bəli, bəli, müəllimə, var. Fordun da hibridi var da, hə, mənim elə yadımda Bəli, qalıb. bəli, var. Ümumiyyətcə bu dəqiqə yəni Azərbaycanda çoxalıb da təhsil. 2 tay maşınlar gəlib, hamısı hibrid. Əvvəllər yadınızdadırsa biz bu hibrid maşınları almaqdan çəkinirdik. Niyə? Çünki onun ustaları yox idi. Düzdür, Fəday müəllim? Düzdür, indi maşallah hər şey. Bəli, bəli. Mən çox maraqlanıram, yəni hər bir sahə üzrə ona görə. İndi baxın, bu hibrid avtomobillərin təmiri üzrə elə bir ki, artıq mütəxəssis hazırlığı bizdə keçirilir. Təxəssüslər var. Bəli, bəli. Bəli. Deməli, bu da bugünkü tələbat bunadır da. Dövlət sifariş verir ki, bu kimi fakültələr açılsın. Ya da ki, hava nəqliyyatından bağlı, günəş panellərinin quraşdırılması üzrə, bir də ki, bu dəqiqə populyar olan bu STEM dərsləri keçirilir ha bizdəki dronların texniki təmirin xidməti ilə bağlı, daha doğrusu onların təmiri üzrə texnikdir. Ya da ki, kompüter ustası, onun köməkçisi. Bax, belə bir həm peşə təhsili üzrə, həm orta əsas təhsili üzrə müəyyən bir sifarişlər verilir. Yəni, əmək bazarının tələbatı nəyədir? Hansı ixtisaslarədir? Hansı fakültələrədir? Belə bir ixtisaslar açılır və dövlət buna da təminat verir. Baxın, mən bu misalları niyə deyirəm? Mən bu misalları ona görə sizə izah edirəm ki, siz bu dövlətin təminatlarını yadda saxlaya biləsiniz. Belə oxusaz, bunlar yadda qalmaz heç vaxtı. Amma misallarla mən bunları sizə deyirəm ki, onları siz özünüzdə qeyd edin və o formada çalışın ki, onu yadda saxlayasınız. Aha, yoldaşlar qoşulur, ona görə onları əlavə etməli oluram, çıxıram. Deməli, gəldik 6-cı təminata. Dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilinin davam etdirilməsinə təminat verir. Sosial müdafiəyə ehtiyacı olanların da təhsil almasına şərait yaradır. Təbii ki, baxın, az təminatlı ailənin övladları, bir valideyni itirmiş, ümumiyyətlə valideyn himayəsindən məhrum olmuş olsun, istər istedadlı şəxslər olsun. Yəni, hər kəsin təhsilini davam etdirməsinə dövlət təminat verir. Yəni, bayaq dediyimiz hansı ki, az təminatlı şəhid ailənin övladları, qazinin, yəni müharibə iştirakçının özü olsun, istər bir valideyni itirmiş, hər iki valideyni itirmiş, valideyn himayəsindən məhrum olmuş. Onlar ödənişli əsaslarla, deyək ki, pullu da qəbul olunublar ali təhsil müəssisəsinə ya da ki, peşə, orta əsas burada dövlət tərəfindən ödənilir. Yəni, dövlət buna təminat verir, onlara şərait yaradır ki, onlar da təhsil ala bilsinlər, onlar da təhsildən kənarda qalmasınlar. İstedadlı şəxslərimiz bizim hansı ki, fən olimpiyadanın, beynəlxalq müsabiqənin qalibləri olurlar. Onlar imtahansız birbaşa ali təhsil müəssisələrinə qəbul oluna bilirlər. Bax, buna da dövlətimiz təminat verir. Və sosial müdafiə ehtiyacı olanlar haqqında da indi mən danışdım. Az təminatlı şəhid ailənin övladları və s. hər kəs üçün şərait yaradır. Və dövlət milli təhsil ənənələrin qorunmasına, inkişafına, innovasiyaların da tətbiqinə təminat verir. Yəni, dövlətimiz deyir ki, bizim milli mənəvi dəyərlərimizi qoru, inkişaf etdir, unutma da bizim dəyərlərimiz, bunlar daimi, yəni bir ömür növbəti nəslə ötürülməklə
Bunlar qorunmalıdır. Amma dövlətimiz yeniliyə də qarşı deyil. Deyir ki, yeniliyi gətir, tətbiq et. Amma bizim dəyərlərimizi də qoru. Və təbii ki, xaricdə yaşayan bizim azərbaycanlılarımız var ki, onların təhsili ilə bağlı da xüsusi layihələr və proqramlar həyata keçirilir. Belə yoldaşlar, biz burada bununla yekunlaşdırırıq. Növbəti dərsdə Allah qoysa təhsil sahəsində dövlət standartlarından təhsilimizi davam etdirəcəyik.